Bugün səhər açılandan axşam yatana qədər biləsən nə edirsən? Biz elə bilirik, nə edirik? Onda da biz hikmət sahibiyik ki, yox, bu bilməkdən söhbət gelir. Vəzifəni biləsən. Nədir mənim vəzifəm bugün səhər açılandan yatana qədər? Bilmirəm. Vəzifə nədir? Vəzifə yəni ruzi dalıcan getməliydim bugün səhər. O deyil, yox. Ruzi dalıcan getməliydim. Vəzifə nədir? Məsələn, filan müminə kömək eləmək lazımdır. Getdim, elədim. O deyil vəzifə. Hayır, vəzifə o deyil. Vəzifə o deyil, biləsən harda olmalısan. Bəlkə sən o müminə kömək etmək halında olmamalıydın. Sən başqa halda olmalıydın. Vəzifəni insan bilə bilər. İnsan bilir bugün onun vəzifəsi nədir? Xudavənd Mütəala ondan nə istəyir? Məndən nə istəyir? Allah yarattı məni gündədir. Təşəkkür edirəm ilahim, məni xəliq etmək gedir. Çox sağ olun. Sonra Əşairə, Mütəzilə deyən kimi Allah yarattı məni da, mənimlə işi yoxdur. Mənim işim nədir? Mənim işim yemək, içmək, yatmaq, durmaq. Buna görə fərq edin mən Allah. Əgər Allah məni ev tikmək üçün yaradıbsa, qaranquş məndən əfsəldir. 2 saatda evi tikir. Düzdür? 2 saat. Gedir dimdiyi ilə ot götürür, biraz dimdiyi ilə su götürür, halçını elə orada yoğurur, vurur ona. Balaca bir dənə koma tikir, girir içinə. Əgər ev tikmək üçün Allah məni xəlq eləyib, qaranquş məndən əfsəldir. Qaranquş ayaqlar, qaranquş üçün qaranquş özü tikir. Çox üzr istəyirəm sizdən, Quran məhzəri, məscid, ağsaqqallar, nurani, üzr istəyirəm sizdən. Çox üzr istəyirəm. Elə heyvanlar ki, heç özü tikmir, oturur, tikirlər onun üçün. Düz deyil? Onda o bizdən əfsəldir. Əgər budur insanın xilqətinin hədəfi, heyvan məndən əfsəldir. Əgər ruzi qazanmaqdırsan, səhərdən axşama öldürürsən özünü, 5 manat, 10 manat çox. Amma o elə zibillikdə balaca eşələnsə barədir. Bəzi heyvan var, heç eşələnmir də. Canın çıxacaq, qazanacaqsan, verəcəksən, yiyəcək. Onda o məndən əfsəldir. Əgər xilqətin hədəfi bu deyil, o məndən əfsəldir. Nədir bu xilqətin hədəfi? Bu xilqətin nəticətən hədəfidir. Əlbəttə ki, hədəfləri var. Nəticətən hədəfi nədir? Allah buyurur, ey insan, mən səni insan şəklində yaratmışam. Mənim yanıma qaydamda o şəkildə gəl. Başqa şəklə düşməmiş yanımda. Başqa əlyalla, avhamla, xəyalla mənim yanıma gəlmə. Mən səni belə göndərməmişəm. Mən səni insan göndərmişəm. Elə o cürdə mən səni istəyirəm. İnna lillah. Biz Allah'tanıq və inna ileyhi raciun. Burada 2 dənə inna var. İnna lillah, inna ileyhi. Buyurur, birinci innanı mən sənə nə cür xəlq olmuşdur, o cür göndərmişəm. Sənin əxlaqi sifətün elə görsəndiyin kimi idi. Mənim yarananda elə bu cür idi. Mənim batini sifatım elə bu idi. İndiki dünyadan gedirəm və inna ileyhə raciun buyurur ki, bu nə sifətlə almışsan? Mən səni bu cür göndərmişdim. Mən səni bu şəkildə xəlq eləmişdim. Mən səni insan xəlq eləmişdim. İndi batının heyvan şəkildə gəlmişsən. Mən səni bu cür xəlq etməmişəm. Get, sən mənim deyilsən, səhv gəlirsən. Və odur Quran-ı Kərimdə dəfələrlə buyurur Xudavənd Mütəala olar ki, əqidələri yoxdur bizi ilə mülaqata. Onlar ki, inanmırlar bizi ilə görüşəcəklər. İndi məzmun belədir ki, bunlar bizdən deyirlər.
məqsəd bu insanın xilqətindən Allaha ibadətdir, Allahı tanımaqdır, Allah şünaslıqdır.